Dostlar salam, bugün sizlərlə bir yerdə Instax Mini 41 modelini unbox edəcəyik və ilk dəfə test edəcəm. Selfie rejimi var, mənim özümə çox maraqlıdır. Bunun üçün mən bax belə Instax Mini Black setini almışam. Çərçivəsi qara rəngdədir. Qeyd edeyim ki, bunun ağ çərçivə ilə və fərqli dizaynlı çərçivə ilə olanları da var. Instax Azərbaycan rəsmi distributordur. Qiymətlər çox münasibdir. Instagram səhifələrini təq eləyəcəm. Həmçinin onlarda Instax'ın bütün kameraları var. Həm ətraflı məlumat əldə edə bilərsiniz, həm də ala bilərsiniz. İndi isə görək bu dizişkanın içindən nə çıxır. Deməli belə. Okey. Aha. Batareyka Duracell sevdim. Bu ip yəqin ki nəsə saxlamaq üçündür. Dalıyca, bəli, bu kameranın özüdür. Bəli, belə ətraflı göstərim. Belə eləyirsən, burada bax 10 olur. Və bir dənə də belə eləyəndə close-up olur. Close-up yüksək ehtimalla selfie üçün və yaxından nəyisə çəkmək üçündür. Burada çəkmək üçün olan knopka var. Bu flashdir. Güzgü var burada. Oradan elə bir tipa sən özünü belə görürsən və sən orada elə bir tipa fonu falan görə bilirsən və belə şəkli çəkə bilərsən. İndi mən elə bu cürdə inşallah planlaşdırıram çəkməyi. Əvvəlcə bir Azəri style-la görək burada nə var, nə yox. Ya. Ola, qırdım. Yox, qırmadım. Neysə, burada batareyka yeri var. Belə bir dənə kağız çıxıb. Deyir, application var. Application'ı yazırsan və çəkdiyin şəkli orada skan eləyib digital versiyaya çevirə bilirsən. Bax, o çərçivələr dediyim, bax, diqqətlə baxsaz görürsünüz ki, fərqli rənglərdə, dizaynda belə deyək, çərçivələr var. Bu da bax, arxa tərəfi. Bəli, user manual ən sevdiyim Ponçi bana ver tərzində. Ponçiyi yemek mi istiyorsun? Ne var? Şəkillərlə izah eləyir. Okey, bu müəllim deyir ki, yan tərəfi açırsan və batareykaları taxırsan. Bu da belə. Antaklosko. Bu nəsə hoşuma gəlmir. Bunu qorxuram, qıracam. Dilini oyda. Keçmişdən necə deyirlər, təcrübələrimdən bu nəsə qırılacaq da, yəni o mən hiss eləyirəm. Aha. Baba, off. Nə 10 elədim, oranjlı işıq yanılı qalıb. Yəqin ki bu zaryadka var deməkdir. Nə deyir? Deyir ki, bunun içindən çıxanı bura taxmaq lazımdır. Gəl indi bunu açaq. Niyə? Anla. Deyəsən adam balası kimi açmaq alınmayacaq. Ayo, alındı. Oy qəşəng. İçindən belə bir şey çıxdı. Yer gəlmişkən deyim ki, burada dırdım. Nə olar, mən göstərmək istəyirəm də bunun yazılarını. Nə olar ki, düz əməlli açılsan. O üçün nəsə içində belə yazılar var. Çırıq-çırıq elədim. Yuxarısı buradır, bəli, belə bir kəsikli bir şey var. Buradan belə açdı. Nə deyir? Barmaqla deyir, bunu belə eləmə deyir. Adamsan, adam balasısan deyir. Bəli, hər yerinə işarə qoyub ki, bunu barmaqla əlləşdirmə. Bu istiqamətdə deyir, kameranın içinə qoy. Bax. Hop, bir dənə də belə. Oy qəşəng, bax. Aha. Daha sonra, knopkanı basandan sonra bunun içindən bir dənə plastik bir şey çıxacaq və o bayaq göstərdiyim S dönüb olacaq 10. Yəni o deməkdir ki, bunun içində 10 dənə film var. Və deyir, daha sonra 30-50 cm aralığında close-upla özünü çəkə bilərsən. Qutarandan sonra deyir, çıxart, içində 0 qalacaq. Belə sadə. Sadə gəzən prostoy bir insanam. İndi biz nə edirik? Bunu yandırırıq. Bəli, narıncı yanır. İndi bir dənə, baxın buradan. Qardaşım dəli. Bax, barmaq çıxdı. Və burada gördüyünüz kimi 10 yazılıb. İndi mən bu Instax-la tam hazır bir vəziyyətdədir. Keçirdirik buradan close-up rejiminə. Baba, close-up'a keçirdəndə də bax, hop,
yaxınlaşdı biraz və özümüzü selfie çəkirik. İnşallah normal çəkər. Burada flash var. Düzdür, burada bizim işığımız da var. Görək nə olur. Belə eləyim də siz də görəsiniz. Yox, belə eləyim bəlkə. 10 dolar Allaha çıxdı. 10 dolar Allaha çıxdı. Bəli, qara rənglə frame ilə biz indi bunu söndürək və gözləyək görək buradan nə çıxacaq. Görürsən bunu işığa tutsam nəsə belə eləmək lazımdır. O, yavaş-yavaş əmələ gəlir. Vallahi, baxaq. Yəni baxım, 10 dollarlığa əmələ gəlir. Oy qəşəng, amma flash gərək eləməzdim. Bunu görürsən flashını söndürmək olmur. Niyə ki? Xeyirmi? Ya, nəyə görə? Çıqı yaranır bir şeylər. Görək nə yaranır. Nə olar, biraz düzəl də, xahiş edirəm. Budurmu? Axı buradan heç nə bəlli deyil. Bax, belə bir şey alınıb, amma bu mənim xoşuma gəlmir. Çünki üzümdə işığın miqdarı həddindən artıq çoxdur. Burada bir dənə də belə kitabça var. Don't cover the flash with your fingers. Niyə ki? Yaxşı eləmişəm. Əgər bir şeydən gəl, o ayrı. O narıncı işığın barədə məlumat verir. Əgər statik yanırsa, hər şey bombadır. Yanmırsa, deməli kamera sönüb. Slow flashing, yavaş-yavaş belə yanıb sönürsə, tipa o batareyka, elə bil o flashin gücü yığılır ki, flash vursun və bir də yazıb nəsə deyir, error var. Olsun, nəsə düzdür. Belə yəni sadə mexanizmdir, belə xüsusi bir şey yoxdur. Çəkili çəkəndən sonra o çıxır, onu deyir əllə dartmaq olmaz, içini kəsib açmaq olmaz, qatlalamaq olmaz, isti bir yerə qoymaq olmaz, uşaqların yanında hardasa qoymaq olmaz, ağızlarına soxmasınlar, çünki bu, belə deyək, qəşəng, bu biraz da özünə gəlib, yüngül düzəldi, maraqlıdır, ekspozisiya çoxdur, indi ikincisini çəkəcəm onsuz da, deyir ki, tipa bu hissəyə əl vurmayın, məsləhət deyil. Don't put in mouth. Hətta bax burada da yazılıb ki, ağzına soxma. Ağzıma nə soxsam? Lazımlı şeyləri ağzına sox. Yeməkdən, proteindən, zaddan qəbul elə. İndi mən gedim, görüm bu flashin ağzını bağlamaq üçün nə tapıram. Yox, mən bu flaşı bağlayacağam. Belə çünki üzümdəki işığın miqdarı çox qəşəngdir. Çünki buradan işıq gəlir və buradan da o kontur işıq və s. Bu işi həll eləyəcəm. 2 dəqiqə gözləyin, mən özüm bilirəm. Mənim 65 yaşım var, bilirəm nə eləyim. Bəli, bir Azərbaycanlı olaraq bu birinci çıxan bu qara şeydən belə bir dənə maraqlı bir şey düzəltdim. Arxa fona da özünüz görürsünüz. İndi isə keçək bu selfie kamerası ilə. Təkərlə də tutmaq olur, maraqlıdır. Belə eləyirik, 2 düşür, Bugatti düşür. Qəşəng. Flash üzümə vurmadı. Всё, bununla işimiz bitdi. Bunu söndürürük və indi gözləyək, görək buradan nə çıxır. Mənə da zəng gəlir, gözlüyün gəlirəm. Sənin qadan qalaram. Mən video çəkirəm indi, olar səni sonra yığım. Ürəksən, nana sən. Davay. Oyda. İşıq çatmır. Bunun işığı kifayət eləmir. Sən demə flaşı ona görə qoyublar. Biz deyəsən 3-cü şəkili çəkəsi olacaq. Biz bu məsələni necə həll edib? Amma bu şəkildən həqiqətən çox xoşum gəldi. İşığın miqdarı biraz az olsaydı, kontrast, rənglər, mən belə bir performans gözləmirdim. Bəli, əvvəlcə bu şəkili göstərim. Yaxşı vəziyyətdə deyil. İndi keçirik Azəri Style 3-cü hissə. Dünyada heç kim Azərbaycanlılarla dirəşə bilməz. Bu sözümün arxasında dayanıram. Keçirik yenə close-up rejiminə. Bu dəfə alınmalı deyə variant yoxdur. İnşallah ki, bu dəfə işıq yumuşaq çıxıb, gözləyəcəyik və görəcəyik. Bir dənə də maraqlı bir şey deyim. And ol Allaha. Bu deyirik, buna əldə etmə. Amma buna əldə etmək istəyirəm axı. Nə fikirləşsiniz bu barədə? Burada deyəsən, nəsə kimyəvi bir şey var. O oradan yayılır. Kəsəcəm bunu. Valla dinc qalmıram. Bəli, kəsdim. Bunu da buradan kəsim. Wow! Bunun bu alt hissəsində çernel kimi bir şey var. Şəkili əmələ gətirən şey odur. Əlimə bulaşdı. İnşallah radiasiyadan ölmərəm. Mən belə bir adamam. Uşaqlıqdan hər şeyi qurcalamaqla məşğulam. Bunun bir dənə yuxarısını da istəyirəm kəsim. Görə buradan nə çıxır.
Bəli, yuxarıda da nəsə belə masalkalı bir şey var. Salfetkanın deyəsən heç bir köməyi olmadı. Mən bu salfetka söhbətini burada da bağlayıram. Gərək 2 qat eləyərdim. Bəlkə də 4 qat eləmək lazımdır. Nəticələr də belə oldu. Gördüyünüz kimi, bax biri bu ikincidir, bu da birincidir. Bir-birlərindən elə də çox fərqi yoxdur. Sevdim. Salfetkanın biraz təsiri var. Bilmirəm o kamerada orada nə dərəcədə görsənir, amma mən burada görə bilirəm. Üzümdəki o detallar daha yaxşıdır. 4 qat eləsək, 4 və yaxud da 6, bu daha belə gözəl bir şəklin əmələ gəlməyinə səbəb olacaq. Instax ümumiyyətlə niyə vəbşə belə bir şey var? Bu suala siz necə bir cavab verə bilərəm? Baxın, hal-hazırda mən burada işıq qurmuşam. Mikrofon, ekspozisiya, o şimdi 3 il sonra və yaxud da 5 il sonra bu şəkilə baxanda bütün burada baş verən bu xatirə belə deyək, mənim beynimdə canlanacaq və bu çox xoşdur sözün əsl mənasında və bu Instax mənim üçün fotoqrafiyanın əyləncəli və maraqlı bir hissəsidir, belə deyərdim. Görürəm sizləri. Sağ olun, özünüzə yaxşı baxın.